Hər birinizi salamlayıram. Allah canı sağ versin, Rahman Həkim Herometikativ mərkəzində çalışır. Bu dəqiqə hicama qəzəlinin mövsümüdür, vaxtıdır. Çox gözəl, təsirli insan orqanizmləridir. Buyurun Həkim, inşallah bir məlumat verirsən. Hoş gördük. Deməli, bu həqiqətən də qardaşın dediyi kimi çox gözəl vaxtlardır indi, çox gözəl sezondur. Bunun günləri də var, bəzi zaman günlərini istəyir. Aprel ayı, may ayı, lap gözəl vaxtlar, lap gözəl günlərdir. Yaxşı olar ki, bu həyvanın gözəl keçməsindən də istifadə edib hizama prosedurundan gəlmək lazımdır. Çox böyük xəstəliklərə köməyi var. Ondan sonra təzyiqə, baş ağrısına, qanın oyanın vaxtları deyə hal-hazırda hizama üçün möhtəşəm bir əlamətlər günlərdir. Yəni bundan istifadə etmək lazımdır. Qanun vaxtı olan insanlara fayda verir. Əlbəttə ki, vaxtalamanı götürülür. Ondan sonra bir sesiyan zəli. Yəni bundan gözəl metod, bundan gözəl... Mən neçə insanlar bilirəm ki, bizdə baş ağrıları bizi öldürürdü, amma hicamadan sonra... Baş ağrısının bir nömrəli dərmanı hicamıdır və bir sesiyan zəlidir. Bir nömrəli dərmanı hicamıdır. Artıq illər deyilik. Möhtəşəmdir. Kim istəyir, inşallah Rahman Həkimə müraciət edə bilər Allah'ın istəyir. Çox sağ olun, minnətdarım.